Yaşıl media İsrail Müdafiə Qüvvələrinə istinadən xəbər verir. İsrail Hərbi Hava Qüvvələri İsfahan ərazisində İran raket sistemlərini məhv edib. Son günlər ərzində İsrail Hərbi Hava Qüvvələrinin döyüş təyyarələri İsfahan və Tehran ətrafında yerləşən və İsrail təyyarələrini hədəf almaq və onların fəaliyyətini pozmaq məqsədi daşıyan İran raket sistemləri və radar qurğularını vurub. Hazırda İsrail döyüş təyyarələri və digər hərbi hava vasitələri İran səmasında sərbəst şəkildə fəaliyyət göstərir və İran rejiminin qərb və mərkəzi bölgələrdəki hərbi hədəflərə zərbələr indirməkdə davam edir. İraq Kürdistanını idarə edən iki əsas siyasi ailə, Bərzani və Tələbani nəslinin nümayəndələri İran Kürdistanı uğrunda mübarizə aparan İran Kürdistanı Demokratik Partiyası, qısa olaraq PDKI və Kürdistan Azadlıq Partiyası, qısa olaraq PAK peşmərgələrini, eləcə də İran Kürdistanının İnqilabçı Zəhmətkeşləri Cəmiyyəti, qısa olaraq Komelə qüvvələrini Şimali İraqın Bradost bölgəsində yerləşən Kelaşin dağlarına geri çəkiblər. Bu, ilk dəfə olaraq məhz bizim tərəfimizdən yayımlanan və xüsusi mənbəyə əsaslanan eksklüziv məlumatdır.